Sizcə bir insan neçə övlad böyüdə bilər? Bəziləri hər gün onlarla övlad böyüdür. Adı məşqçidir. Əgər bir gün məşqçinin telefonunu açıb mesajlarını oxusanız, müəllim, uşağım evdə ağlayır, danışın onunla. Müəllim, məktəbdə müəllimi ilə problemi olub, siz nəsə deyin. Müəllim, özünü pis hiss edir, sizin səsinizi eşitsə, keçəcək. Müəllim, evdə sözümüz keçmir, bir sizə qulaq asır. Sual budur. Biz bir məşqçiyə neçə rol yükləmişik? Məşqçi sadəcə texnika öyrədən biri deyil. Məşqçi bəzən psixoloq. Çünki uşağın ağlamasının səbəbini hamıdan yaxşı anlayır. Uşaq ruhən çökəndə onu hiss edir, danışır. Bəzən həkimdir. Çünki ağrının fiziki, yoxsa emosional olduğunu ayırt edə bilir. Hansı ağrının əsl olduğunu ayırt edir. Ata kimidir. Çünki uşağın ən səmimi tərəfi zalda açılır. Uşaqla sərt danışır, amma ürəyi dağlanır. Müəllimdir. Çünki təkcə idman yox, həyat öyrədir. Motivatordur. Çünki uduzanda yenə bacaracaqsan deyən, yenidən ayağa qaldıran tək odur. İdarəçidir. Zalı, klubu, sistemi ayaqda saxlayır. Biz bir məşqçiyə neçə rol yükləmişik. Və o bunların hamısını əmək müqabilində yox, vicdanı ilə edir. Məşqçilər səssiz qəhrəmanlardır. Onların uğuru başqasının medalında görünür. Amma onların yorğunluğu heç yerdə yazılmır. Qarşılığı isə çox zaman növbəti məşq nə vaxtı cümləsi ilə olur. Bu videonun məqsədi bir təşəkkür hərəkatıdır. Çağırışım isə həm idmançılara, həm valideynlərə, həm də cəmiyyətədir. Uşağınız qalib gələndə sadəcə ona deyil, məşqçisinə də təşəkkür edin. O övlad sənin ovucuna medal qoyur, amma onu qazanmağı məşqçisindən öyrənir. Bir təşəkkür mesajı bəzən o məşqçinin aylarla yorğunluğunu unutdurur. Siz bizim üçün çox önəmlisiniz cümləsi bir müəllim üçün nələri ifadə edir bir bilsəniz. Bu videonu izlədinsə və sənin də həyatına toxunan bir məşqçi olubsa, bəyən, paylaş, şərh yaz və onu təq elə. Çünki bəlkə də bu video sayəsində o ilk dəfə sənin ona dəyər verdiyini hiss edəcək. Bu video təkcə mənim səsimlə yox, sənin dəstəyinlə yayılacaq. Unutma, bu təşəkkür sadəcə söz deyil. Bu, bir məşqçiyə yaxşı ki varsan deməyin bir yoludur. Gəlin birlikdə bu təşəkkürü yayaq. Əgər dediklərimlə razısansa, məşqçini bu videonun şərh bölməsinə təq elə. Şərhlərdə məşqçimə təşəkkür edirəm, çünki ardına öz xoş sözlərini yaz və onu qeyd et. Bu kiçik təşəkkür bəlkə də onun üçün bir ildən daha dəyərlidir. Bu cümlə sadə görünsə də, arxasında bir hərəkat var. Görək daha çox hansı məşqçiləri təq edəcəklər. Mən Zahid Nadirov. Bu videonu məşqçi həmkarlarım üçün hazırladım. Çünki biz görünməsək də, hər qalibin kölgəsində biz varıq.